2025-ci illə müqayisədə gələn il pensiyalara ayrılacaq vəsaitin həcmi 10% artırılacaq. Bu isə pensiyaçıların sosial təminatının gücləndirilməsinin gələn ildə diqqət mərkəzində olacağı deməkdir. Doğru Xəbər Azərbaycan bildirir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin qanun layihəsinin müzakirəsi zamanı deyib. Qanunvericiliyə əsasən gələn ildə pensiyaların indeksləşdirilməsi və artırılması həyata keçiriləcək. Bununla 2026-cı ilin yanvar ayından etibarən bütün növ əmək pensiyalarının artımı baş verəcək. Bu artım təxminən 1 milyon 100 min vətəndaşı əhatə edəcək və 2025-ci ildə nominal orta aylıq əmək haqqındakı artım faizinə uyğun həyata keçiriləcək. Belə ki, bu ilin ilk 9 ayında orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5% artaraq 1093 manata çatıb. İlkin gözləntilərə əsasən gələn ildən pensiyalar 9,2% artırılacaq deyə deputat sözlərini əlavə edib. Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 manat olacağı proqnozlaşdırılır. Doğru Xəbər Azərbaycan bildirir ki, bunu Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev deyib. Gələn il yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 576 manatdan 53 manat artırılaraq 629 manata yüksəldilməsi proqnozlaşdırılır deyə komitə sədri bildirib. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Anar Əliyev əlavə edib ki, 2026-cı il üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üçün ayrılan vəsait 2025-ci ilin təsdiqlənmiş xərcləri ilə müqayisədə 782,4 milyon manat və ya 10,9% artımla nəzərdə tutulub. Məlumat üçün qeyd edək ki, proqnoz göstəricilərə əsasən 2026-cı il üzrə indeksasiyanın təqribən 9,2% səviyyəsində olması, orta pensiyanın məbləğinin isə yenə də 9,2% artaraq 590 manata, yaşa görə pensiyanın məbləğinin isə 629 manata çatdırılması proqnozlaşdırılır.